2023-cü ilin 19 sentyabrı. Qarabağın səması yenidən güvənli nəfəs aldı. Azərbaycan ordusu haqqın və ədalətin carçısı kimi torpağa kölgə salan son qaranlıqlara qarşı ayağa qalxdı. Yer göy şahid oldu ki, bu xalqın səbrinin də, susqunluğunun da bir sonu var. Cəmi 23 saat 43 dəqiqə ərzində düşmən sarsıldı. Çünki qarşısında silahla deyil, ruhla döyüşən bir ordu vardı. Azərbaycanın igid oğulları bir daha sübut etdilər ki, bu torpaqda nə separatizmə, nə də işğala yer var. Belə qəhrəmanlarımızdan biri də Lətifov Elməddin Qabiloğludur. O 1987-ci il oktyabr ayının 31-də Bərdər rayonu Xanaqalı kəndində anadan olmuşdur. Elməddin Lətifov orta təhsilini Xanaqalı kənd orta məktəbində almışdır. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanır. Hərbi xidməti bitirdikdən sonra Elməddin Lətifov müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi en saylı hərbi hissədə çalışır. Elməddin Lətifov 2016-cı ilin aprel döyüşlərində qəhrəmanlıq göstərir. 2020-ci ildə baş vermiş 44 günlük vətən müharibəsində Elməddin Lətifov yenə öndə gedir. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elməddin Lətifov 44 günlük vətən müharibəsində şücaətlərinə görə, Ağdamın azad olunmasına görə cəsur döyüşçü medalları ilə təltif edilib. Elməddin Lətifov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə yaralanmış, 2003-cü il sentyabr ayının 29-da Bakı şəhərində yerləşən Respublika Yanıq mərkəzində dünyasını dəyişmişdir. O, təntənəli mərasimlə Bərdər rayon Xanaqalı kənd qəbirstanlığında dəfn edilib. Ailəli idi, 2 övladı yadigar qalıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elməddin Lətifov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən Vətən uğrunda medalı və 3-cü dərəcəli Vətənə xidmətə görə orden ilə təltif edilmişdir.